Dondurma və soyuq içkilər tez-tez boğaz ağrısı və tonzilitin inkişafında günahlandırılır. Yenavaz.com xəbər verir ki, otolaringoloq Anton Rizayev Gazeta.ru-ya bu barədə danışıb. Stat: Soyuq qidaların boğaza təsiri ilə bağlı cəmiyyətdə iki əks fikir var. Bəziləri dondurma və soyuq içkilərin zərərli olduğuna və tonzilitə səbəb ola biləcəyinə inanır. Digərləri isə ilin istənilən vaxtında heç bir fəsad olmadan məmnuniyyətlə onları istehlak edirlər. Hətta boğaz ağrısının dondurma və ya soyuq limonadla müalicə edilə biləcəyinə dair geniş yayılmış bir inanc var. Həqiqəti anlamaq üçün tonzilitin nə olduğunu və soyuqluğun bədənə necə təsir etdiyini anlamaq vacibdir. Statın sonu. Həkim izah edib ki, angina və kəskin tonzilit ən çox streptokokların yaratdığı yoluxucu iltihabı xəstəlikdir. Stat: O yoluxmuş şəxslə təmas yolu ilə hava damcıları vasitəsilə ötürülür. Lakin xəstəliyin inkişafına yalnız patogenin özü deyil, həm də immun sisteminin vəziyyəti, xüsusən də boğazın yerli immuniteti təsir göstərir. Ayrı bir qrup xroniki tonzilitli insanlardan ibarətdir. Onların badamcıqları qoruyucu funksiyalarını azaldır və şikayət etmədikləri zaman belə daim infeksiya saxlaya bilirlər. Belə hallarda hipotermiyada daxil olmaqla immuniteti azaldan hər hansı bir amil anginanın inkişafı üçün kifayətdir. Bununla belə söhbət xüsusilə xroniki bir vəziyyətin kəskinləşməsindən getdiyini başa düşmək vacibdir. Soyuqdəymə həm ümumi, həm də yerli stres faktorudur. Damar spazmlarına səbəb olur. Toxuma qan axınını pozur və immun hüceyrələrinin fəaliyyətini azaldır. Buna görə də soyuq su və ya dondurma anginanın inkişafına kömək edə bilər, lakin birbaşa səbəb deyil. İnsan bədəni ümumiyyətlə soyuğa qarşı uyğunlaşır və normal immunitetlə inkişaf edə bilər. Bu cür təsirlər əksər hallarda xəstəliyə səbəb olmur, lakin bədənin infeksiyalara qarşı müqaviməti sərtləşmə, yəni soyuğa uyğunlaşma yolu ilə artırıla bilər. Statın sonu. Lakin həkim deyir ki, xroniki tonzilitli insanlar sərtləşməyə münasibətlərindən asılı olmayaraq vaxtında və hərtərəfli müalicəyə ehtiyac duyurlar. Stat: Buraya badamcıqların yuyulması, fizioterapiya, əsas xəstəliklərin korreksiyası və bəzi hallarda badamcıqların cərrahi yolla çıxarılması daxil ola bilər. Soyuq içkilərin və dondurmanın boğaz ağrısını müalicə etmədiyini, lakin müvəqqəti olaraq ağrıları aradan qaldırıb şişkinliyi azalda biləcəyini anlamaq vacibdir. Əgər yerli immun sistemi soyuğa uyğunlaşıbsa, bu cür təsir bədənin infeksiya ilə mübarizə qabiliyyətinə mane olmayacaq. Statın sonu.